Hər vaxtınız xeyir olsun. Mən kimya müəllimi Cabbarzadə Lalə. 29 mart Dahi Akademiyada keçirilən blok sınaq imtahanının 1-ci qrup üzrə suallarının izahına başlayaq. Gəlin birinci sualımıza baxaq. Birinci sualda bizə dövri sistem cədvəlini verib gördüyümüz kimi və deyir ki, əsas yarımqrup elementləri üçün hansı ifadələr burada doğrudur? Doğru fikir istəyir bizdən. Baxaq. T və Y eyni dövrdə yerləşir. Baxaq, yaxınlaşdıraq. T. Dövr biz bilirik də soldan sağa doğru üfüqi istiqamətdə yerləşdirilmiş sıradır. Yəni, T-yə baxsaq, 3-cü dövrdə yerləşir. Görərik. Y-də istəyir bizdən. Baxırıq, görürük Y-də T ilə eyni sırada. O da 3-cü sırada yerləşir. Deməli, T və Y-in hər ikisinin dövrü 3-dür. Yəni, ikisi də eyni dövrdə yerləşir. Birinci fikir doğrudur. Okay, seçdik. İkinci fikirdə deyir ki, X-in qısa elektron formulu 2s2p3-dür. Elektron formulunu yazmaq üçün bizə elementin dövrü və qrupu lazımdır əlbəttə ki. X elementinə gəlin baxaq. Gördüyümüz kimi ikinci dövrdə yerləşib, dördüncü qrupda yerləşib. Üstündə qrupunu da qeyd edib 4. Bizim elementimizin bəli, S-in qarşısında 2 yazdığı üçün dövrü 2-dir doğrudan da. Lakin S və P-nin üzərindəki elektronları toplayanda bizə 5 verir. Yəni qrupu 4 deyil 5-dir. Avtomatik bu fikir yanlışdır. Üçüncü fikirdə deyir ki, Z və Y ion rabitəli birləşmə əmələ gətirir. Biz bilirik ki, ion rabitəli birləşmə olması üçün maddədəki elementlərdən biri metal, biri isə qeyri-metal olmalıdır. Yəni, bir-biri ilə aralarında elektromənfiliyi kəskin fərqlənməlidir. Baxaq görək, Z elementimizə əvvəlcə baxaq. Z elementimiz ikinci qrupda yerləşir və dördüncü dövr elementidir. Yəni, bəli, bu metaldır. Y elementi isə 7-ci qrupda yerləşir. Deməli, qeyri-metaldır. Metal və qeyri-metal isə ZY bəli, ion rabitəli birləşmə əmələ gətirir. Bu fikir də doğrudur. 1, 3. Doğru cavab B variantı. Keçək ikinci sualımıza. Maddələrin fiziki xassələrini müəyyən edin. Biz bilirdik ki, artıq fiziki xassənin nə olduğunu, maddənin rəngi, iyi, dadı, aqreqat halı, sıxlığı, elektrik keçiriciliyi, istilik keçiriciliyi, qaynama, ərimə, donma temperaturları bunlar aid idi. Qlikoza şirin dadlı maddədir. Dadını vurğulayıb, deməli, bəli, fiziki xassədir. Kalium reduksiya edicidir. Reduksiya edicidirsə, deməli, kalium burada elektron verir. Elektron verib almaq məsələsi avtomatik elementimizin reaksiyaya girdiyini göstərir. Yəni, kimyəvi xassədir. Üçüncü fikirdə isə deyir ki, saf su 0 dərəcə Celsiusda donur. Donma temperaturunu veribsə, avtomatik bəli, fiziki xassədir. 1, 3. Doğru cavab A variantıdır. Keçək üçüncü sualımıza. Hansı maddədə ion rabitəsi yoxdur, deyir bizə. İon rabitəsi yoxdur. Baxaq, A variantında metal, natrium, qeyri-metal, oksigen. Bəli, ion rabitəsi var. B variantı kalium, metal, brom, qeyri-metal. Deməli, ion rabitəsidir. C variantında hidrogen, kükürt və oksigen. Qeyri-metalımız var. Yəni, kovalent rabitə burada mövcuddur. Lakin ion rabitəsi əmələ gətirməsi üçün mütləq burada metal, yəni elektromənfili kəskin fərqlənən element lazım idi bizə və burada yoxdur. D bəndində alüminium, metal, xlor, qeyri-metal, yəni ion rabitəsi var. Y variantında dəmir, metal, kükürt, qeyri-metal, deməli ion rabitəsi var. Doğru cavab C variantı oldu. Dördüncü sualımıza baxaq. Dördüncü sualımız məsələdir. Əvvəlcə gəlin verilənlərə baxaq. Deyir, həcmi 2 litr olan qabda. Qeyd edək. V bərabərdir 2 litr. Həcmi yazdıq. 2 mol hidrogen, 2 mol nü maddə miqdarını bizə verib, bərabərdir 2 mol. Hidrogen 20 saniyəyə sərf olunarsa, zamanımız tau ilə işarə edirdik. Biz bilirik ki, 20 saniyə bizə verir. Reaksiyanın hidrogenə görə sürətini müəyyən edin. V bərabərdir sual. Verilənlərimizi qeyd etdik. Sürəti bizdən istəyir. Bütün verilənlər hidrogen elementinə aid olduğu üçün, əlbəttə ki, biz burada düsturdan nə tapsaq, elə cavabımız o olacaq. Çünki verilənlər hidrogenin olduğu üçün, avtomatik hidrogenin sürətini hesablamış oluruq. Və biz bilirik ki, sürətin düsturu delta C bölünsün tau idi. Amma biz burada qatılığın olmadığını görürük. Əvəzində bizə həcmi maddə miqdarını verib. Və biz bilirik ki, molyar qatılığın düsturu C bərabərdir. Nü bölünsün V idi. O zaman biz necə hesablayarıq sürətimizi? Əlbəttə ki, C-nin düsturunu yuxarıda qatılığın yerinə qoyarıq. Yəni, C-mizin yerinə yazırıq. Nü böl V Tau da əlbəttə ki öz yerində qalır.
Bütün verilənləri gəlin yerinə qoyaq. Kəsir xəttimizi çəkirik. Maddə miqdarını 2 vermişdi bizə. Həcmi də 2 verib bizə və zamanı da bizə 20 verib. Həll edək. 2-ləri ixtisar aparsaq 1/20 qalır. 1 də 20-yə böləndə bizə 0,5-i verir. Deməli, doğru cavab Y variantı oldu. Beşinci sualımıza gəlin, baxaq. Beşinci sualda yenə bizə bir reaksiya və onun üzrə məsələ həll etməyi verib. Amma əvvəlcə reaksiyanı əmsallaşdırmağımızı istəyir bizdən. Gəlin, o zaman reaksiyamızı yazıb əmsallaşdıraq. Bir dəqiqə. Yaxşı. Reaksiyamızı yazıb bir daha gəlin, əmsallaşdıraq. C2H4 plus O2 CO2 və suyu verir bizə. 2 karbon olduğu üçün karbon qazının qarşısına 2 atırıq. 4 hidrogen olduğu üçün suyun qarşısına 2 atırıq. Oksigenlər sağ tərəfdə 6 dənə oldu deyə, sol tərəfdə oksigen qazının da qarşısına 3 atırıq. Reaksiyamızı əmsallaşdırdıq. Və bizə deyir ki, 44 qram CO2 almaq üçün, məsələdə verilən miqdar olduğu üçün karbon qazının üstündə yazırıq 44 qram. Altında bilirik ki, öz əmərimizi yazırıq. Karbon 12, oksigen isə 16 vurub ki, 32 elədiyi üçün toplayanda yenə bizə 44 verir. Amma qarşısında əmsalı 2 olduğu üçün 44 2-yə vuranda eləyir 88 qram. Və bizə deyir ki, bu CO2-ni almaq üçün lazım olan C2H4-ün mol sayını müəyyən edin. Bizdən C2H4-ün molunu istəyir və təbii ki, biz bunu bilmirik. Ona görə də C2H4-ün üzərində X qoyuruq bilmədiyimiz üçün, altında isə öz molunu yazırıq və burada 1 mol olduğunu görürük. İndi isə bunların arasında tənasüb quraq. 88x bərabərdir 44. Buradan da əlbəttə ki, x bərabərdir 44-ü 88-in. İxtisar aparsaq, burada 2 qalar, burada 1. 2x bərabərdir 1. X də burada bərabərdir 0,5 mola. Deməli, doğru cavab A variantı oldu. Gəlin 6-cı suala baxaq. 6-cı sualda bizə reaksiya verib və bu reaksiyada reduksiya edici maddəni müəyyən etməyimizi istəyir. Əlbəttə ki, biz birinci elementlərin oksidləşmə dərəcələrini görməliyik. Yəni, yazmalıyıq bir-bir. Gəlin, üzərində elə qeyd edək. Oksigen -2 və kalium -1 olduğu üçün azota müsbət. Bir dəqiqə. Azotun dərəcəsi olur -5. -5. Kükürt bəsit maddə olduğu üçün 0. Karbon bəsit maddə olduğu üçün 0. Sağ tərəfdə kalium -1-dir. Kükürdə də düşür -2. Kaliumun indeksi 2 olduğuna görə. N2 bəsit maddə olduğu üçün 0. Oksigen -2 qoysaq əgər, karbona düşəcək -4 oksidləşmə dərəcəsi. Gəlin baxaq, reduksedicimiz kimdir? Azot elementi sol tərəfdə -5-dən gedir sağ tərəfdə 0-a. Soldan sağa çıxırıq, biz bilirik. Alınan və verilən elektron saylarını müəyyən etmək üçün eləyir -5. Yəni, 5 elektron alıb, yəni oksidləşdiricidir. Deməli, kalium NO3 maddəsi oksidləşdirici oldu. Bu, bizə aid deyil. Variantlardan da çıxaq kalium NO3 maddəsini. Keçdik digər elementi yazmağa. Kükürt elementi 0-dan gedir. Kükürt sağ tərəfdə -2-yə. Soldan, yəni 0-dan -2-ni çıxsaq, eləyəcək -2 elektron. Deməli, yenə də elektron aldı, oksidləşdirici oldu. Kükürt də bizə aid deyil. O zaman cavablardan kükürt variantında çıxsaq. Karbona da yenə də baxaq. Sol tərəfdə 0-dan gedir, sağda karbon -4-də. 0-dan 4-ə çıxanda -4 elektron eləyir. 4 elektron bizdən gedib vermişiksə, deməli karbon elementimiz doğrudan da reduksiya edicidir. Ona görə doğru cavab D variantı oldu. 7-ci sualımıza baxaq. Bizə reaksiya verib, əmsallaşdırıb və sağ tərəfdə reaksiyanın istilik effekti plus Q kilojoule verib. Deyir, bu reaksiyaya əsasən alüminiumun yanma istiliyini müəyyən edin. Biz də bilirik ki, yanma istiliyini müəyyən etmək üçün biz nə edirdik? Q yanma bərabərdir. Reaksiyamızın istilik effektini, yəni müsbət Q-nü bölürdük. Yanan maddə alüminiumun əmsalına. O zaman cavabımız olur Q/4 kilojoule/mol. Doğru cavab D variantıdır.
8-ci sualımıza baxaq. Hansı maddələr dəmir sulfat duzundan dəmiri çıxara bilər? Biz bilirik ki, metal və duzun, yazıram burada, metal üstə gəl duz reaksiyasının şərti bu idi ki, qələvi metallardan başqa yerdə qalan metallar duzla reaksiyaya girərkən mütləq bəsit olan metal duzun içindəki metaldan güclü olmalıdır ki, reaksiya getsin. O zaman ferrum sulfat duzundan kimlər çıxara bilər? Əlbəttə ki, dəmirdən güclü elektrokimyəvi gərginlik sırasında dəmirdən əvvəl gələn metallar dəmiri çıxara bilər. Dəmirdən əvvəl. Magnezium, bəli, dəmirdən əvvəl gəlirdi. Biri götürürük. Burada magnezium ola bilər. Olsa magnezium dəmiri çıxardacaq. Alınacaq magnezium, sulfat və dəmir. Qurğuşun dəmirdən sonra gəldiyi üçün elektrokimyəvi gərginlik sırasında çıxara bilməz dəmiri. Mis də dəmirdən sonra gəldiyi üçün, hətta hidrogendən belə sonra çıxara bilməz. Sink isə dəmirdən əvvəl gəldiyi üçün bu sırada, bəli, dəmiri çıxara bilər. O zaman 1, 4. Cavab D bəndi. Doqquzuncu sualımızda deyir ki, 3 əsaslı turşudur. Biz bilirik ki, əsaslığı turşularda hidrogen elementinin indeksi təyin edir. Amma 2 turşudan başqa. Hipofosfit və fosfit. Onlar bizim istisna turşularımız idi və onların da adı burada gördüyümüz kimi yoxdur. Deməli, istisna turşuları bizə burada verməyiblər. O zaman normal olaraq hidrogen elementinin indeksinə baxacağıq. Sulfat turşusu HgSO4 yazılır. 2 hidrogen olduğu üçün 2 əsaslıdır. Nitrat turşusu HNO3 yazılır. 1 hidrogendirsə 1 əsaslıdır. Klorid H-xlordur. 1 əsaslı oldu. Ortofosfat turşusu, bəli, H3PO4 idi. Deməli, 3 əsaslıdır. Sulfit HKS idi, 2 əsaslıdır. Cavab D bəndi. Keçək 10-cu məsələmizə. Dissosiasiyaya aid məsələdə gördüyümüz kimi gəlin verilənləri yazaq. Maddəmizə də baxaq. Dissosiasiya dərəcəsi 80%-dir. Alfa ilə işarə olunur. Alfa bərabərdir 80%. X2YO4 3 duzunun 2 molunu suda həll etdikdə. Biz demişdik ki, əgər məsələdə duzun molunu suda həll etdikdə adı ilə verirsə, bu o deməkdir ki, ümumi maddəmizin ümumi mol sayıdır. Parçalanan deyil, ümumi suya atılan mol sayıdır. O zaman böyük n bərabərdir 2. Və əlbəttə ki, biz balaca n-i dissosiasiya edəni bilmədiyimiz üçün buna sual qoyub, gəlin indidən bunu tapaq, işimizi yüngülləşdirək. Alfanın düsturu alfa bərabərdir kiçik n böl böyük n. Faizlə ifadə etdiyimiz üçün vurulsun 100% idi. Yerinə qoyaq verilənləri. Alfa 80%dir, 80% bərabərdir. Kiçik n-i bilmirik, böyük n 2-dir, vurulsun 100%. Sıfırları ixtisar aparsaq, biraz yuxarı verək. 10n bərabərdir 16, n də bərabərdir 1,6. Bu artıq bizim duzumuzun dissosiasiya edən mol sayı oldu. 1,6. Digərlərini artıq buradan biz silib məsələmizə davam edə bilərik. Burada qeyd edək, yuxarıda dissosiasiya edən mol sayımız oldu 1,6. İndi isə bizə deyir ki, həmin bu duzu dissosiasiya etdikdə əmələ gələn iyonların ümumi mol sayını müəyyən edin. Altından xətt çəkim. Ümumi mol sayını müəyyən edin. Əlbəttə ki, biz duzumuzu dissosiasiya etməliyik əvvəlcə. X2, YO4, 3. Dissosiasiya bilirik ki, dönən prosesdir. Bunu parçaladıqda biz, aşağıda yazmaq istəyirəm. X 3 müsbət plus YO4 2 mənfi. Və əmsallaşdırdıqda x-in qarşısına 2 atırıq, YO4-ün də qarşısına 3 atırıq. İndi isə artıq həll eləyə bilərik. Dissosiasiya edən mol sayı parçalanan demək olduğu üçün və məsələdəki mol sayı olduğu üçün duzumuzun üzərində qoyuruq. Aşağısında öz molumuzu yazırıq 1. Əmələ gələn iyonlar, yəni x müsbət və YO4 mənfinin cəmi molunu istədiyi üçün bilmədiyimiz üçün üzərində x qoyuruq. Aşağısında isə 2 mol x-dir, 3 mol da YO4 mənfidir. Toplayanda eləyir 5 mol iyon. 5 mol iyon. Bu şəkildə də yazıram burada. Və əlbəttə ki, tənasüb quraraq bundan sonrasını həll edirik. 1,6-ya x, 1-ə 5. X-imiz də bərabər olur. 1,6-nı 5-ə vururuq biz burada. O da eləyir 8 mol iyon. Deməli, doğru cavabımız oldu Y variantı. Növbəti sualımıza keçək. 11-ci məsələdə bizə deyir ki, natrium xlorid duzunun suda məhlulunun elektrolizi zamanı
Elektroliz və suda məhlulun elektrolizi dediyi üçün əlbəttə ki, biz birinci elektroliz tənliyimizi gəlin yazaq. Natrium xlor, üstəgəl, su. Biz elektrolizi necə yazdığımızı artıq bilirik, öyrənmişik ki, nəyi çıxarırıq? Müsbətlərdən, yəni natriumla hidrogen elementi arasında qalanda zəif olduğu üçün hidrogeni çıxarırdıq. Plus xlor və OH mənfi ionlar arasında qaldığımızda xlor zəif olduğu üçün xloru çıxarırdıq. Qalanlar natrium və OH olduğu üçün onları da birləşdirəndə olurdu natrium OH. Və sizə demişdim ki, məsələ həll edəndə mütləq biz birinci əmsallaşdırmalıyıq. Suya 2 atsaq olacaq 4 hidrogen. Natrium OH-a 2 atdıqda sağ tərəfdə də 4 hidrogen olur. 2 natrium olduğu üçün natrium xlorun qarşısına 2 atıram. 2 xlor, sağda da 2 xlor, 2 oksigen, sağda da 2 oksigen. Əmsalımız düzəldi. İndi isə deyir ki, bu elektroliz zamanı anodda 44,8 litr. Anoda anion getdiyi üçün biz bilirik ki, burada anionumuz xlordur. Deməli, bizim anodumuz budur. 44,8 litr məsələdəki həcm olduğu üçün xlorumuzun üzərində yazırıq. Altında öz litrini yazırıq. 22,4 litr. Katodda ayrılan maddənin mol sayını istədiyi üçün, molunu, litrini yox, molunu istədiyi üçün. Katodda da hidrogen ayrılıb biz bilirik. Hidrogen üzərində x qoyuruq. Aşağısında isə öz molunu. Bir dənə hidrogen qaz olduğu üçün 1 mol yazırıq burada. Və əlbəttə ki, bunların arasında tənasüb qrup həll edə bilərik. Bu sən istəyirəm ki, tənasübümüzü quraq. X-a oldu 44,8, 1-ə oldu 22,4. İxtisarımızı aparsaq 2, aşağıda 1 qalar. Yəni x bərabərdir elə 2. Cavab oldu B variantı. İkinci sualımıza keçə bilərik. Deyir, kalsium xlor 2. Kalsium xlor 2 maddəsi hansı maddələrlə reaksiyaya daxil olub çöküntü əmələ gətirir? Əlbəttə ki, biz bunu yazıb bir-bir baxmalıyıq. Gəlin birinci reaksiyamızı yazaq. 1 qoyuram. Kalsium xlor 2-nin üzərinə birinci maddəmiz natrium karbonatı gələk. Bilirik ki, duzla, mənim hal-hazırda yazdığım duzla duz reaksiyasıdır. Biz bilirik ki, duzla duzun reaksiyasında önəmli şərt o idi ki, reaksiyaya girən duzların hər ikisi suda həll olsun. Kalsium xlor 2-də suda həll olur, natriumun da bütün duzlara suda həll olur. Okeydir. Reaksiyadan alınan duzlardan isə biri çöküntü olmalıdır ki, reaksiya getsin. Baxaq varmı? Yerlərini dəyişdirsək bizdə alınacaq natrium xlor və kalsium karbonat. Natrium bütün duzları suda həll olur, o heç. Karbonatlardan isə yalnız natrium, kalium və NH4-ün duzları suda həll olur. Deməli, kalsium karbonat suda həll olmur. Bəli, çöküntü verdi. O zaman birinci duzumuzu götürək. İkinci reaksiyamıza keçirik. 2. Yenə də kalsium xlor 2-nin üzərinə nitrat turşusu bu dəfə gəlirik. Duzla turşunun şərti isə bu idi ki, turşu duzun içindəki turşudan, məsələn, burada nitrat xloriddən qüvvətli olmalıdır ki, reaksiya getsin və ya çöküntü əmələ gəlməlidir ki, reaksiya getsin. Biz də bilirik ki, turşuların bir-birini sıxışdırıb çıxarma sırasında nitratla xlorid bir-birini çıxara bilmir. Və yerlərini də dəyişdirsək, kalsium nitrat heç bir çöküntü verməz. O zaman bu reaksiya ümumiyyətlə getmir. İkincini sildik. Keçdik üçüncü reaksiyamıza. Kalium OH-la reaksiyadır bu. Əsasla duzun reaksiyası ilə duzla duzun reaksiyası kimidir. Mütləq çöküntü alınmalıdır ki, getsin və girən əsas qələv olmalıdır. Yerlərini dəyişdirsək olacaq kalsium OH2 plus kalium xlor. Çöküntü alınmadığı üçün əlbəttə ki, burada ümumiyyətlə reaksiya getmir. Heç tamamlamırıq. Bu da ödəmədi. Dördüncüyə baxaq. Kalsium xlor 2 üstəgəl gümüş nitrat duzu. Yəni də duzla duzun şərti. Kalsium xlor 2 duzu da suda həll olur. Gümüş nitrat duzu da suda həll olur. Nitratların hamısı suda həll olur. Baxa görə alınanlardan çöküntü varmı? Alınır kalsium nitrat mübadilə baş versə və gümüş xlorid. Kalsium nitratların bütün hamısı suda həll olur deyə kalsium nitrat çöküntü deyil. Gümüş xlorid isə bəli, xloridlərimizin içində çöküntü olanlardan biri idi. Deməli, burada da çöküntü bizə verdi. 1-4 doğru cavab C variantı oldu. Üçüncü sualımıza gəlin baxaq. Deyir, hansı duz hidrolizə uğradıqda turş mühit əmələ gətirir? Bilirik ki, mühiti təyin edən bizim duzumuzun içindəki tərəflərdən güclü olandır. Və turş istəyirsə, deməli turşu güclü olmalıdır. Baxaq, A variantında sink sulfat yazılıb. Sink zəif tərəfdir, yəni zəif əsasdır. Sulfat güclüdür. Bəli, deməli A variantındakı duzumuz turş mühit əmələ gətirir. B-də kalium güclüdürsə, qələvi mühit yaranacaq. C-də kalium da güclüdür, nitrat da, yəni həm turşu, həm də əsas güclüdür. Neytral mühit yaradacaq. D-də kalsium metalı güclüdür, CO3 zəif, əsasi mühit yaradacaq. Y-də barium da güclüdür, xlor da güclü turşudur, neytral mühit yaradacaq. Cavab oldu A variantı. 14-cü məsələmizə baxaq. 254 qram 10%li ferrum xlor
2 məhlulunda olan dəmir 2 müsbət ionlarını tam çökdürmək üçün lazım olan kalium OH-ın mol sayını müəyyən edin. Əlbəttə ki, biz burada ilk öncə baxaq görək 254 qram 10%li ferum xlor 2 nə qədər eləyir? 254 qram əlbəttə ki, dəmir xloridlə, burada qeyd edək, dəmir xlorid ilə məhlul dediyi üçün suyun qarışımıdır 254 qram, məhluldur burada. 10% isə ferum xlor 2, dəmir 2 xlorid duzudur. 254-ün əvvəlcə 10%-ni tapaq. 254-ü 10-a böləndə eləyəcək 25,4 qram. Dəmir 2 xlorid duzu. Duzumuzu tapdıq. Bu hissəni silə bilərik artıq. Yuxarıda qeyd eləyək 25,4 qram dəmir xlorid duzu. İndi isə bunun üzərinə kalium hidroksid gəlməliyik. Ferum xlor 2 üstə gəl kalium hidroksid. Mübadilə etsək alınacaq dəmir 2 hidroksid və kalium xlorid. Əlbəttə ki, məsələni həll etmək üçün bilir ki, mütləq birinci əmsallaşdırmalıyıq. 2 xlor olduğu üçün sağda kalium xlorun qarşısına 2 atırıq. 2 kalium olduğu üçün solda kalium OH-ın qarşısına 2 atırıq. Dəmir də 1 dənə oldu. Hidrogenimiz 2 dənə oldu, oksigenimiz də 2 dənə oldu. Əmsallaşma tamamdır. 25,4 qram dəmir 2 xlorid olduğu üçün ferum xlor 2-nin üzərində yazırıq. Aşağısında öz emerini, öz kütləsini yazırıq. Bizə verib bu məsələdə 127 qram. Və biz bilirik ki, burada çöküntümüz kimdir? Dəmir 2 müsbət ionları deyirdi axı. Çöküntümüz ferum OH2-dir. Ferum OH2-dir. OH-ın ayağına 2 düşdüyü üçün dəmirin burada oksigenləşmə dərəcəsi müsbət 2-dir. Yəni dəmir 2 müsbət ionu budur və çöküntü əmələ gətirdi doğrudan da. Ferum xlor 2-nin içərisində dissosiasiya etdiyi üçün dəmir 2 müsbət ionu ayrılmışdı və kalium OH-dakı OH-la birləşdiyi üçün artıq ferum OH2 çöküntüsünü əmələ gətirdi. Artıq ayrıla bilmir. İndi isə bizə sadəcə kalium hidroksidin molunu istəyir. Çox sadə. Kalium hidroksidin üzərinə X qoyuruq. Aşağısında isə öz əmsalını molunu yazırıq. 2 mol. Bunlar isə tənasüb qururuq əlbəttə ki. 25,4 ilə 127-ni ixtisar aparsaq, yuxarıda qalar 0,2. 0,2-də 2-yə vuranda X-ımız eləyəcək 0,4 mol. Cavab D bəndi oldu. 15-ci sualımıza baxaq. Hansı duzların suda məhlulunu elektroliz etdikdə katodda metal, anodda isə oksigen ayrılar? Biz bilirik, nə zaman metalın özü elektroliz zamanı hidrogenlə həmin metal arasında qalanda metalın özü çıxırdı. Hidrogendən zəif olanda əlbəttə ki. Hidrogendən zəif olanlar hansılar idi? Əlbəttə ki, hidrogendən sonrakılar idi. Mis, civə, gümüş, qızıl, platin. Avtomatik 1 getdi. 2 misdir, bəli, qala bilər. 3 gümüşdür, qala bilər. 4 natriumdur, hidrogendən güclüdür, getdi. Bu cür çıxdaş eləyərək rahat tapa bilərik. Anodda oksigen nə zaman ayrılırdı? OH ilə turşu arasında qalanda oksigenli turşu. Deməli, duzumuzun yanında mütləq oksigenli turşu olmalıdır ki, elə ikincidə də mis sulfat oksigenlidir, üçüncüdə də gümüş nitrat oksigenlidir. Cavabımız 2, 3. Yəni D bəndi oldu. Keçək 16-cı məsələmizə. Məhlul məsələsidir gördüyümüz kimi. 40 dərəcə Selsi temperaturda hazırlanmış doymuş məhlulun kütləsi. Yazaq verilənləri. M məhlul bərabərdir 400 qram. Məhluldakı həll olan maddənin, yəni duzun kütləsi M duz bərabərdir 150 qram. Verilmiş temperaturda həll olan maddənin həll olma əmsalını müəyyən edin. KH bərabərdir sual. Həll olma əmsalının düsturu necə idi bizdə? KH bərabərdir, bilirik ki, M duz bölü V su vurulsun 1000. Bu da bərabərdir. Yerinə qoyub həll edə bilərik məsələmizi. M duzumuz 150 idi. Su olmadığı üçün, məhlul və duzu verdiyi üçün 400-dən 150 çıxacaq. Bu da bizə verəcək 250-ni. Vururuq 1000-ə. 150-nin 0 ilə 250-nin 0-ını ixtisar aparsaq, 1000-lə də 25 aparsaq, 40 qalacaq. 40-ı da 15-ə vuranda bizə verir 600 qram bölü litr. Doğru cavab oldu D bəndi. 17-ci sualımıza baxaq. Hansı ifadələr doğrudur? Temperaturu artırdıqda, bu sürət tarazlığı məsələsinə aid olan sualdır. Temperaturu artırdıqda reaksiya sürəti artır. Bəli, sürətlə temperatur sürətlə düzüm tənasibdir. Birinci fikir doğrudur.
Reaksiyanın başa çatma müddəti, zamanla temperatur bir-biri ilə tərs mütənasibdir. Hətta bunu düsturda da vermişdi bizə. V2 böl V1 bərabər tau 1 böl tau 2. İkinci fikir yanlışdır. Üçdə yazıb ki, molekulların hərəkət sürəti artır. Əlbəttə ki, hərəkət sürəti də temperaturla düz mütənasibdir. Artırdıqca sürətlənir reaksiyamız. 1-3 doğru cavab B variantıdır. 18-ci sualımızda gördüyümüz kimi bizə kalsium OH2 qələvisi ilə kalium OH qələvisini verib və nə istəyir gəlin? Baxaq. Bir dəqiqə. Deyir, boşluğa, yəni kalsium OH2 və kalium OH-a hər ikisinə aid olmayan, uyğun olmayan ifadəni müəyyən edin. Uyğun olmayan. Burada bir daha yadımızdan çıxmasın deyə kimləri bizə vermişdi yazaq. Kalsium OH2 və kalium OH. Kalsium hidroksiddən kalium hidroksid qələvisi. Olmayan. Suda həll olur. Bəli. İkisi də suda həll olur. Qüvvətli əsasdır. Bəli, qələvlərin hamısı qüvvətlidir. Doğrudur. Qələvidir, bəli. Kalium hidroksid. Kalium birinci qrup qələvisidir. Birinci qrup olduğu üçün qələvi metaldır. Kalsium da ikinci qrupdan qələvi torpaq metalıdır. Doğrudur. İki turşulu əsasdır. Xeyr. Kalsium OH2-nin içində 2 OH olduğu üçün 2 turşulu olsa da kalium hidroksidin içində 1 OH olduğu üçün 1 turşulu əsasdır. Hər ikisi xlorid turşular reaksiyaya daxil olur. Bəli, bütün əsaslar turşularla reaksiyaya daxil olur. Doğru cavab D variantı oldu. 19-cu suala baxaq. Hansı prosesdə istiliyin udulması baş verir? İstiliyin udulması biz bilirik ki, endotermik prosesdir, endotermik reaksiyadır. A variantında yazıb ki, oduncağın yanması. Biz bilirik ki, bütün yanma reaksiyaları eksotermikdir. Yəni bu zaman istilik ayrılır. B variantı yazıb ki, buzun əriməsi. Buzun əriməsi üçün bizə nə lazımdır? Yəni buza nə lazımdır? Əlbəttə ki, ona istilik vermək. Ona istilik vermək, kənardan vermək, ətrafdan vermək. Yəni bu zaman həmin istiliyi udacaq. Endotermik proses baş verəcək. Ona görə bu bizə aiddir. C variantında yazıb suyun donması. Donmanın baş verməsi üçün suyun içərisindəki bütün istilik ayrılmalıdır. Ətrafa çıxmalıdır. O zaman bu da eksotermik prosesdir. D bəndində su buxarının kondensləşməsi. Kondensləşmə soyuma deməkdir. Yenə də soyarkən bütün istilik ətrafa ayrılır. O zaman eksotermik prosesdir. E variantı kömürün yanması. Yanman da indi dedik ki, eksotermik prosesdir. Doğru cavab B variantı oldu. 20-ci suala baxaq. Hidrogen, oksigen və su ilə reaksiyaya daxil olan maddə, hər üçü ilə reaksiyaya daxil olan maddəni bizdən istəyir. A variantında metan yazıb. Biz bilirik ki, metan alkandır və doymuş karbohidrogendir. Doymuş karbohidrogenlərin heç biri hidrogenlə reaksiyaya daxil olmur. Avtomatik A variantı getdi. Bizə hər üçü ilə reaksiyaya girən maddə lazımdır. B variantında alüminium yazılıb. Alüminium da bilirik ki, hidrogen dərsindən hidrogenlə reaksiyaya girə bilməyən metallardan biridir. B də getdi. C variantında xlor yazılıb. Xlor hidrogenlə girir, bəli, xlorid turşusu əmələ gətirir. Amma oksigenlə reaksiyaya daxil ola bilmir. Çünki oksigen dərsində demişdik ki, oksigen halogenlərlə reaksiyaya girə bilmir. C də getdi. D bəndində mis. Bəli, mis hidrogenlə reaksiyaya daxil ola bilir. Oksigenlə reaksiyaya daxil olub oksid əmələ gətirə bilir. Amma su ilə pasiv metallar reaksiyaya girə bilmir. D də getdi. E bəndində kalsium. Kalsium hidrogenlə reaksiyaya girib kalsium hidrid əmələ gətirir. Oksigenlə reaksiyaya girib kalsium oksid əmələ gətirir. Su ilə reaksiyaya girərkən isə qələvi metal olduğu üçün kalsium hidroksid və hidrogen qazını əmələ gətirir. Yəni hər üçü ilə reaksiyaya girə bilir. Doğru cavab E variantı oldu. 21-ci suala baxaq. Hansı reaksiya gedir? Baş verir, girə bilir həmin maddələr bir-biri ilə. A variantında yenə də xlor üstəgəl oksigen. İndi dedik ki, oksigen qazı halogenlərlə reaksiyaya girə bilmir. B variantında hidrogen üstəgəl xlor, bəli, xlorid turşusu əmələ gətirir. Doğrudur. C variantında yod, yenə də oksigen qazı halogenlərlə reaksiyaya girə bilmir. Yod da halogendir. D bəndində halogenlərdən elə yod idi ki, kükürdlə reaksiyaya girə bilmirdi. Qalan bütün halogenlər girə bilirdi. D bəndi də getmir. Bu getməyənlərin hamısının üzərində X qoyaq bu arada. E variantında isə halogen dərsində bilirik ki, halogenlər həm oksigenlə, həm də azotlular reaksiyaya daxil ola bilmir. O zaman E variantı da doğru deyil, səhvdir. Doğru cavabımız 20-ci sualda oldu, B variantı. 22-ci sualda hidrogen reaksiyaya girmir, deyir bizə. Baxaq görək kimlə girmir. A variantında yazılıb berilyum, alüminium. Bəli, hidrogen elə metallardan berilyum və alüminiumdan girə bilmirdi. B-də oksigenlə girir, kükürdlə də girir. C variantında fosfordan qeyri-metallardan bəli, fosforla girə bilmir, amma oksigenlə girir. Ona görə yanlışdır. D bəndində berilyumdan girə bilməsə də natriumdan girir. Ona görə yanlışdır. E variantında isə kükürdlə də reaksiyaya girir, azotla da, ona görə yanlışdır. Doğru cavab A variantı oldu. Bir dəqiqə.
Keçək 23-cü sualımıza. Bir dəqiqə. Açıq tipli testlərə gəldik. Keçək 23-cü sualımıza. Baxaq görək 23-də bizə nə deyir. Gördüyümüz kimi bizə etileni verib. Deyir bu molekul üçün doğrudur. Doğru fikirləri təyin edək. Etileni gəlin daha açıq formada burada yazaq ki, rahat biz lazım olanları görə bilək. Karbon atomları sp2 hibrid vəziyyətindədir. Bəli, biz demişdik ki, əgər karbondan 2 qat rabitə çıxıbsa, 2 qat sp2 hibridləşməni göstərir. Deməli, birinci karbonum da sp2-dir, ikinci karbonum da sp2-dir. Birinci fikir doğrudur. 2-də yazılıb 4 sigma rabitəsi var. Gəlin sigmaları biz sayaq əvvəlcə. Sigma rabitələrimiz bilirik ki, tək qat rabitələrdir. 1, 2, 3, 4. 2 qat və 3 qatdansa həmişə biri sigma olur. 5 dənə sigma oldu. Amma bizə şərtdə 4 sigma olduğunu deyir. Yanlışdır. Üçüncüdə deyir 2 qeyri-polyar kovalent rabitə var. Bir dəqiqə. Mən bunu bir də çəkməliyəm. Qeyri-polyarı görə bilməyimiz üçün. Qeyri-polyar kovalent rabitə bilirik ki, eyni element, eyni qeyri-metal arasındakı rabitədir. Eyni. Burada da eyni sadəcə C ilə C arasındadır gördüyümüz kimi və 2 dənə kovalent rabitə var. Düz yazıb. Üçüncü fikir doğrudur. 4-də yazıb ki, 2 pi rabitəsi var. Biz bilirik ki, pi yalnız çox qatlı olan yerdə olur. Və çox qatın həmişə biri sigma, yerdə qalanı pi olur. Bizdə 2 qatlı gördüyümüz kimi karbon-karbon arasında. Biri sigması deməli bir dənə pi var. 2 pisi yoxdur. Yanlış fikirdir. 5-ci deyir ki, 4 polyar kovalent rabitə var. Biz də bilirik ki, polyar kovalent rabitə fərqli qeyri-metal arasındakı rabitədir. Yəni, burada fərqli C ilə H-dır. Deməli, C ilə H arasında rabitədir. Bir dənə C ilə H, 2 dənə, 3 dənə, 4 dənə. Hidrogenin sayına bərabər olur həmişə. Ümumilikdə götürsək, oldu 4 dənə polyar kovalent rabitə. Deməli, bu fikir də doğruymuş. O zaman doğru cavabımız 23'də oldu. 1, 3 və 5. Gəlin keçək 24-cü sualımıza. Sulfat turşusu ilə kalium hidroksidin reaksiyası deyir. Gəlin yazaq. Və turş duz əmələ gəlir. Bu önəmlidir. Sulfat turşusunu yazaq. Üzərinə gələk. Kalium hidroksid. Biz bilirik ki, turş duz nə zaman əmələ gəlirdi əsas və turşunun reaksiyasında? H-ın sayı OH-dan çox olanda. Və bizdə H 2 dənədir. OH 1 dənədir. Deməli, doğrudan da bu reaksiyadan turş duz əmələ gəlir. Və biz necə rahat bir şəkildə yazırdıq turş duzun reaksiyasını? Az olan, yəni OH-dan bir dənə silirdik. Su alınması üçün qarşı tərəfdən də OH-ın sayı qədər hidrogen silirdik. Yəni bir dənə hidrogen silirik. Alınır su. Deməli bir dənə OH-ı sildim. Bir dənə də hidrogeni sildim. Nə qaldı? Kalium, H, SO4. Bu hissəni bir dənə düzəldim. Bir dəqiqə. Deməli, əmsallaşdırmağa da artıq ehtiyac yoxdur. Reaksiyamız tam doğrudur çünki. Deyir, bu reaksiyadan 3 mol turş duz əmələ gəlir. Turş duz artıq görürük. Kalium hidrosulfatdır. Bunun üzərində məsələdəki molumuzu yazaq 3 mol. Aşağısında öz molumuzu yazaq. Bir dənə olduğu üçün 1 mol yazıram. Və bizə deyir ki, turşunun reaksiyaya sərf olunan kütləsini müəyyən edin. Turşunu, sulfatın kütləsini istəyir. Sulfatın üstündə X qoyuruq. Altında da öz əmrli bizə verir. Bunsuz da 98 qram. Tənasübümüzü quraq. X-a 3 oldu. 98-ə isə 1 oldu. Bərabərdir. 3-ü 98-ə vururuq. Oldu 294. Deməli, 24-cü məsələmizdə bir dəqiqə. Deməli, 24-cü məsələmizdə doğru cavab oldu 294. Keçək 25-ci suala. 25-ci sualda bizə flyor üçün hansı ifadələr doğrudur deyir. Flyor yazaq F2 halogeni. Açıq sarı rəngli idi, bəli və zəhərli qaz idi. Doğrudur. Açıq sarı rəngli zəhərli qaz. Təbiətdə sərbəst, xeyr, təbiətdə yalnız birləşmələr şəklində yayılmışdı. 2 yanlışdır. 3-də deyir, oksigenlə adi şəraitdə reaksiya daxil olur. Xeyr, biz dedik ki, halogenlərin heç biri oksigen qazı ilə reaksiyaya daxil olmur. Yanlışdır. 4-də deyir ki, birləşmədə yalnız -1 oksidləşmə dərəcəsi göstərir. Bəli, doğrudur.
O zaman 25'te doğru cavabımız oldu 1 və 4. 26-cı suala baxaq. Oksigen gördüyümüz kimi 3O2 çevrilir 2O3. Bu reaksiyası üzrə azona çevrilir. Gəlin aşağıda da yazaq ki, biz rahat məsələmizi bunun üzərində həll edə bilək. 48 qram oksigen. Qoyaq oksigen qazımızın üzərində. Aşağısında öz emerimizi yazaq. Oksigen 16-dır. İndeksinə vuranda eləyir 32. Qarşısındakı əmsala vuranda isə eləyir 96 qram. 96. Və bizə deyir ki, reaksiyadan neçə mol ozon alınar? Ozonu üstündə x qoyuruq. Aşağısında isə öz molumuzu yazırıq. 2 mol. Tənasülümüzü quraq. 96 ilə 48 ixtisar aparsaq, aşağıda 2, yuxarıda 1 qalar. O zaman 2x bərabərdir 2, x də bərabərdir 1. 26-cı sualda doğru cavab oldu 1. Keçdik 27-ci sualımıza. 27-ci sualda bizə deyir ki, uyğunluğu müəyyən edin, hidrogenlə reaksiya daxil olmayanları istəyir. Gəlin baxaq. Birincidə deyir hidrogen ilə reaksiya daxil olmur. İkincidə deyir oksigenlə reaksiya daxil olmur. Hidrogen, oksigen. Üçüncüdə həm hidrogen, həm də oksigenlə hər ikisi ilə girir. Baxaq. A variantında yazılıb silisium. Silisium biz bilirik ki, hidrogen dərsində öyrəndik ki, hidrogen qeyri-metallardan silisium və fosforla girmir. Deməli, silisium hidrogendən girmir. Amma oksigenlə reaksiya daxil silisiumu 2 əmələ gətirir. Deməli, 1-ə aid oldu A variantı. Baxaq B bəndinə. A getdi. Brom. Brom bilirik ki, hidrogenlə reaksiyaya daxil olaraq H-brom, bromid turşusu əmələ gətirir. Amma halogenlərin heç biri oksigen qazı ilə reaksiyaya daxil olmur. Yəni, oksigendən girmir. Deməli, 2 aid oldu B. Bu da getdi. C variantında alüminium yazılıb. Yenə də hidrogen dərsində öyrəndik ki, hidrogen metallardan beri növü alüminiumla reaksiyaya daxil ola bilmir. Amma oksigenlə oksid əmələ gətirə bilir. Deməli, 1 aid oldu eyni zamanda C. D bəndində gördüyümüz kimi dəmirin oksidi var, qarışıq oksiddir. Dəmirin oksidi hidrogenlə reaksiyaya daxil ola bilir. Bəli, bu doğrudur. Hidrogenlə reaksiyaya daxil olub metalı reduksiya edə bilir burada. Dəmir və su alınır. Amma oksigenlə reaksiyaya daxil ola bilmir. 2 aid oldu. Y bəndində isə dəm qazı. Dəm qazı əlbəttə ki, həm hidrogenlə, həm də oksigenlə reaksiyaya daxil olur. Hidrogenlə reaksiyaya daxil olaraq üzvü kimya dərsində keçəcək biz bunu. Metil spirt əmələ gətirir. Yazaq. Oksigenlə isə bilirik artıq reaksiyasını bizə karbon qazını verir. Deməli, 3-ə də aid oldu Y variantı. 1 AC, 2 BD, 3 Y. Artıq keçə bilərik situasiya suallarına. Situasiya suallarımıza keçə bilərik. Gördüyümüz kimi bizə reaksiya verib 28-ci sualda əmsallaşdırılıb reaksiya. Sadəcə bizə deyir ki, reaksiyanın qısa ion tənliyini yazın və maddələrin əmsalları cəmini müəyyən edin. Biz bilirik ki, qısa ion tənliyini yazmaq üçün biz əvvəlcə reaksiyanı tam ion tənliyini yazmalıyıq. İonlarını ayırmalıyıq, qısacası ayrıla bilənləri ionlarını ayırmalıyıq. Biz bunu keçmişik. Birinci tənliyi reaksiyada verilib özü, əmsallaşdırılıb deyə bir də təkrar yazmıram. Mən tam ion tənliyini, ikinci tənliyi yazacağam. Sink SO4 dozundan başlayaq. Ayıraq sink 2 müsbət, üstə gəl SO4 2 mənfi. Əmsallar indeksləri olmadığı üçün əmsallaşdırmıram. Üstə gəl. Kalium hidroksidi ayırıram. Kalium müsbət plus OH mənfi. Kalium da 2 dənədir, OH da 2 dənədir deyə əmsallaşdırıram. İşarəsi gəlir sonra yazaq. Kalium sulfat dozunda ayıraq. Kalium müsbət, üstə gəl SO4 2 mənfi. Kaliumdan 2 dənə olduğu üçün kaliumun qarşısına 2 atıram, SO4 bir dənədir. Və üstə gəl. Sin OH-ni isə bilirik ki, artıq ionlarını ayıra bilmirik. Çünki çöküntüdür. Olduğu kimi sin OH-ni yazırıq. Hətta yanında baş aşağı oxuyaq ki, çöküntü olduğunda görək. Və bu tam ion tənliyində biz bilirik ki, ox işarəsinin sağ və sol tərəfində olan eyni ionları ixtisar edirdik. Baxaq, eynilər kimdir bizdə? SO4 hər iki tərəfdə var. Kalium hər iki tərəfdə var. Başqa eyni olan yoxdur. Nə qalırsa yazaq. Qısa ion tənliyimizi bizə verir. Sink 2 müsbət, üstə gəl. 2 mol OH mənfi alınır. Sink OH2 çöküntüsü. Bu da oldu bizim qısa ion tənliyimiz. 2-də deyir ki, bu maddələrin, bu reaksiyada, yəni qısa ion tənliyində olan maddələrin əmsalları cəmini, bütün maddələrin əmsalları cəmini müəyyən edin. Sinkin əmsalı gördüyümüz kimi yoxdur, 1-dir, üstə gəl. OH-ın əmsalı 2-dir, üstə gəl. Sink OH-ın da əmsalı 1-dir. Toplasaq bizə verəcək 4.
Deməli, 28-ci sualımızı müəyyən etdik. Birincidə cavab qısa yön təlimimizi yazdıq. İkincidə də cavab oldu 4. %29-cu sualımıza baxaq. Yenə də bizə 29-cu sualda natrium hidroksiddən karbonat turşusunun reaksiyasını verib, normal duz alınıb, əmsallaşdırılıb reaksiya. Bizə deyir ki, bu reaksiyadan alınan normal duzun hidrolizinin kimə görə, kation və ya aniona görə baş verdiyini müəyyən edin. Baxaq, 1. Normal duz kimdir? Natrium karbonat. Yazaq burada. Natrium karbonat normal duzu kimə görə hidroliz edir? Biz bilir ki, ümumiyyətlə hidroliz zəifə görə baş verirdi. Natrium karbonat duzunda natrium qələvi metaldır, yəni güclü əsas əmələ gətirəcək. Karbonat turşusu isə zəifdir, 2 əsaslı turşudur. Deməli, burada karbonat zəifdir və yüklərini ayırsaq natrium metal olduğu üçün müsbət karbonat mənfidir. Mənfiyə biz anion deyirik. O zaman bizim hidrolizimiz zəifə, yəni aniona görə baş verdi. Birinci sualda cavabımız oldu aniona görə. İkincidə deyir, həmin duzu adlandırın. Gəlin adlandıraq. Natrium 2CO3-ü necə adlandırırdıq? Sadə, sabit valentli olduğu üçün metalın adını yazırdıq. Natrium. Valentliyini qeyd etmirdik, çünki sabitdir. CO3 də karbonatdır. Natrium karbonat. Adlandırdıq. Və üçüncüdə deyir ki, həmin duzun, natrium karbonatın suda məhlulunun elektrolizindən anodda alınan qazın kimya formulunu yazın. Gəlin buna da baxaq biz. Natrium karbonatı suda elektroliz edək. Bilirik ki, biz elektroliz edəndə əslində belə yazırdıq, daha rahat olsun deyə bizə HOH kimi. Yüklərini ayırırdıq müsbət, mənfi və elektroliz edə bilməyimiz üçün müsbətlərdən, yəni kationlardan zəif olan hidrogen olduğu üçün biraz yuxarı verin bunu. Hidrogen qazını çıxarırdıq katodda. Üstündən xətt çəkirdik. Mənfi yüklü anionlardan CO3 və OH arasında qaldığımız üçün zəif, əlbəttə ki, OH olduğu üçün anodda oksigen qazını çıxarırdıq, onu da üstündən xətt çəkirdik və maddəmiz olaraq duz olduğu kimi qalırdı, sadəcə suyun parçalanması baş verirdi. Deməli, anodda ayrılan qazımız oldu, oksigen qazı. O zaman bunu da silək. Üçüncü sualımızın cavabı da oldu, oksigen qazı. Formulu da yazdıq. Və gəldik sonuncu sualımıza, 30-cu sual. Natrium üstəgəl su reaksiyasını tamamlamamızı istəyir və əmsallaşdırmamızı istəyir. Gəlin yazaq. Natrium üstəgəl su. Bilirik ki, suyu biz əslində HOH kimi yazırdıq. Oradan natrium OH-ı götürdük, hidrogen qazı çıxırdı bu formada. Əvəz etmə reaksiyası baş verir qısaca. Natrium hidroksid və hidrogen qazı alınır. Yazdıq. Gəlin əmsallaşdıraq. Natrium OH-ı 2 atsaq. Bunlar 4 dənə hidrogen, suya da 2 atarıq. 2 oksigen, 2 oksigen. 2 dənə də natrium olduğu üçün natriumun da qarşısına 2 atırıq. Əmsallaşdırdıq. Bu birinci sualımızın cavabı. İkinci sualda isə deyir ki, reaksiyadan alınan qazın formulunu yazın. Reaksiyadan alınan qaz gördüyümüz kimi hidrogen qazıdır. Ona görə H2 yazırıq formulunu. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.